Dostum, əgər ingilis dilini sən də öyrənməyə başlamısansa, bu yolda ilk addımlarını atırsansa, demək bəzi insanların bilmədiyi kimi sən də bunları bilmirsən. O zaman bu video sənin üçündür. Bu videonu axıra qədər izlə və hər şeydən məlumatlı olacaqsan. Demək, yaşamaq nədir? Live. Bəs canlı nədir? Live. Təqdim etmək. Present. Bəs hədiyyə? Present. Bəs cırmaq nədir? Tear. Göz yaşı nədir? Tear. Okay? Bəs əyilmək? Bow. Bəs bantik? Bow. Bəs külək nədir? Wind. Bəs dolamaq nədir? Wind. Bəs səhra? Desert. Bəs tərk etmək? Desert. Qeyd etmək? Record. Record. Bəs yazmaq nədir? Hər hansı bir şeydə yazmaq nədir? Record. Okay? Bəs deyəcəksən, teacher, axı bunların yazılışları eynidir. Mən yeni başlamışam, mən bunları necə biləcəm, necə aid edəcəm? Bu sözlər ingilis dilində yazılışları eyni halda yazılır, olduğu kimi yazılır, amma səsləndirmələri və tələffüzləri fərqli olan sözlərdir. Buna ingilis dilində heteronimslər deyirlər. Heteronimslər yazılışları eyni olur və səsləndirmələri fərqli, tələffüzləri fərqli olan sözlərdir. Bunları mütəmadi işləməklə, mütəmadi dinləməklə, mütəmadi əzbərləməklə, gündə ən azından listening etməklə sən də öyrənəcəksən. Əgər çətinlik çəkirsənsə, bizim dəstəmizə qoşulmağı tövsiyə edirəm və bizimlə sürətli danışmağa səni dəvət edirəm. Bizim marafonda sən ilk dəstdən danışacaqsan. Subscribe to kanal, say one video. Bu videonu da dostlarınızla, bilməyən insanlarla, yeni başlayanlarla paylaşa və bizə kanalımıza dəstək olmağı unutmayın.